biraz göstərim bir yer. Bəli, skoç aldım qayaqları və düşün görün nə oldu. Evdə də skoç taxdım. Bir manat keyfim gəlir. Aparıb qaytarsın da deyəcək ki, görəsən nə var. Boncuk qaytarmayacağam, işlədəcəm. Çoxdan zərər gəlməz. Bəli, qutular burada hazırdır. Başlayalım düzəltməyə. Deməli, istəyinizə bir şey istədiyim göstərək şeyə. Mən bunları bu şəkildə belə birləşdirəcəm. Belə. Və buradan da dairəli bir şəkildə giriş açacağım, girib çıxmaq üçün. Bunlardan da bir şeyler taxmayacağım. Bunları damlayıb bilmirəm necə istifadə edəcəm. Amma bunlar onun üçün istifadə edəcəm. Belə qoyacağım, skoçlayacağım hər tərəfini. Dönərlər göstərdiyim bu stres filmlə sayacağım, sonra təzə skoçlayacağım, kloklayacağım, istiliyi falan. Deyəcəm ki, hər şey tam yaxşı olsun və bir şeylər rahat olsun. Getdik. Birinci adım tamam. Buradan skoçladığım indi buradan keçəcəm, stresləyəcəm, skoçlayacağım, kloklayacağım, skoçlayacağım. Daha az şey deyə bilərəm. Skoçla falan. O qədər çox eləməmə ehtimalım var. Görüm indi də nətər alınsın inşallah. Məncə əla oldu və heç bir şəkildə söz kesilməyəcək. İndi isə giriş nöqtəsinə asmaq qaldı. Amma bu üçüncüləri qaldı, oralarda biraz skoç vuracağım indi. Yo, məncə qəşəng bir ikinci mənim üçün yerdir bura. İndi isə başlayacağım. Heç olaraq xeyirlər qalır. Başlayacağım istəyəcəm. İstəyəcəm biraz. Ki, icra qazanı seçəcəm. Mən burada bəs etdik. İyi həcət. Soy deyəcəm. Hayır. Şuna, bunu da başlayacağım. Hazır. Bir neçə belə balaca palda skoç parçalarını götürəcəm. Kesəcəm və buna belə yapışdıracağım ki, qəşəng olsun. Hazırdır. Bəli, bu qədər. Gəzdirmə atacağım. Sabahdakı sabahın dərslərini oxuyaram. Elə indi dərs oxumaqda yoxdur. Bayaqlarda biraz azını oxudum. Bəli, yəni bu kartonlardan nə yazım, sabah qərar verirəm biraz. Kəsib dolamaqla işdi. Adam gözümü qorxudur, nə yalan deməyim. Bu da hazırdır. Sabahları falan aparım. Məktəbin qabağına nə bileyim ya da orada araz market falan var. Onların qabağına qoyum pişik olan yerə. Deyək girsinlər, yatsınlar, içinə döşəcə falan qoyuram, döşəyə rahat olarlar. Və bununla da bugünkü vloqumuz bitir. Videoya like atıb kanala abunə olsanız sevinərəm. Sağ olun, sağ salamat qalın, hələlik görüşək.